Məhkəmə indi məndən 50.000 dollar pul tələb eləyir. 50.000 plus. Yəni orada yazılıb ki 50.000 və plus. Yəni istənilən məbləğ ola bilər. Gedişatdan, hakimin verdiyi qərardan asılıdır. Üstündən 2 il keçib. Bunlar məni məhkəməyə çağırırlar. Artıq bu məsələ bitib, maşın gedib, satılıb, maşını alan hansısa ölkədə yaşayır, artıq maşını idarə edir. Amma mən məhkəməlik olmuşam. Belə hallar olur Amerikada. Burada məsələ nədir? Mən həmin vaxtda liftdə işləyirdim. Liftlə Uberin, burada taksinin fərqi bundadır. Başqa ölkələrdən fərqi bundadır. Sən liftdə və yaxud Uberdə taksi işlədiyin halda onlar səni sığortalayır. Sən orada sığortalısan. Yəni ki, mən taksidə olduğum halda mən qəza eləsəm, kimsə mənə xəsarət yetirsə, maşınım oğransa fərqi yoxdur. Bunların hamısının liftin sığortası var. Maşınımda kimsə zədə alsa 1 milyon dollara qədər sığortası var. Həmin şey Uberdə də var. Taksinin bu fərqi var burada Amerikada. Yəni mən öz sığortama deməmişdim. Çünki mən liftdə işlədim deyə mən bunu taksiyə demişdim və yəni liftə bildirmişdim. Lift özü maşınımı ödədi. Hər şey elə sakitcə hər şey həll elədi. Düzdür. Yaxşı akkauntum var. 5 ulduzam. Ancaq pozitiv rəylərim var. Orada görsənir də məsələn yaxşı rəftar edən sürücü, güləri sürücü, maşını həmişə təmiz, ancaq belə rəylərim var da. Bilmirəm buna görədir, yoxsa yox, amma bu faktlarda var. Bunun axırı nə olacaq, onu bilmirəm və mən bunu liftə göndərdim, bu sənədləri dünən aldım və sənədi alandan sonra 20 gün sənin vaxtın var ki, sən bunun barəsində hərəkət eləyəsən. Vəkil tutasan, cavabdeh şirkətə bildirəsən və s. öz işlərini görəsən ki, belə deyim də özünü sudan çıxartmaq üçün 20 gün vaxtın var. Əgər 20 gün ərzində məhkəməyə bildiriş eləməsən, sən hazır günahkarsan. Yəni sən boynuva alırsan və məhkəmənin verdiyi istənilən qərarla razılaşmış kimi bir şeysən.